Salam hörmətli izləyicilər, bu dəfə mən sizə şəkərli diabetin ağır nəticələrini göstərəcəm. Belə ki, xəstədə yaranmış nefropatiya, neuropatiya, angiopatiya, hipertoniya ağır ürək çatmamazlığına gətirib çıxardıb. Xəstəmizdə ürək çatmamazlığı dekompensasiya fazasındadır. Qarında 3 litr mayı, bütün bədəndə ödem olduğuna görə bunu anasark adlandırırıq. Bədən hara eləyir, insanları sanki köməyə çağırır. Ancaq ortopnoya vəziyyətində nəfəs ala bilir, təng nəfəslik, tövşümə, ayaqlardan albuminin və ümumi zilalın azalması nəticəsində ürək çatmamazlığının nəticəsi olaraq ayaqlardan maye tökülür. Ürək çatmamazlığının nəticəsi olaraq xəstədə dediyim kimi ağır ürək çatmamazlığıdır. Albuminin və zilalın az olması nəticəsində ayaqlardan su axır. Bax, gördüyünüz kimi ayaqlarda necə də dərin angio neuropatiya vardır, görürsüz. Bax, bu vəziyyətə düşməmək üçün hökmən diabetlə mübarizə aparın. Diabetinizi özünüz idarə eləyin. Çünki əlinizdə glikometri var və bu vəziyyətdən uzaqlaşın. Əgər şəkərli diabeti sarsınızsa, belə bir vəziyyətə düşməzsiniz. Sağ olun.